Lənkəran ərazisində müşahidə olunan yağıntılı hava şəraiti çaylarda sululuğun artmasına səbəb olub. Lənkəranda davam edən qeyri-sabit hava şəraiti nəticəsində yağan yağıntılar qeyri-bərabər paylanılıb. Yağmurlu havalar əsasən Lənkəran Astara bölgəsində daha çox müşahidə olunub. Son 2 gündə aramsız yağan yağış Lənkəran rayonunun bir neçə kəndində su basmalara səbəb olub. Rayonun bir sıra yaşayış məntəqələrində yaşayış evlərinin həyətlərini su basıb, ev quşları tələf olub. Ən çox ziyan çəkən rayonun Girdəni, Sütəmuradov, Göyşaban kəndlərinin sakinləri olub. Dünən gecədən güclənən yağış bu kəndlərdə həyətlərin və evlərin birinci mərtəbələrinin su altında qalması ilə nəticələnib. 2-3 gündür yağıb da, 2 gündür yağıb bu vəziyyətdir. Sakinlərin şəxsi təsərrüfatı da ziyan çəkib. Ev quşları suda boğularaq tələf olub. Bəzi həyətlərdə suyun səviyyəsi yarım metrdən də çox olub. Bu səbəbindən onlarla sakinin ətraf aləmlə əlaqəsində çətinliklər yaranıb. Kəndlərlə yanaşı, şəhərin yaşayış massivlərində də yaşayış evlərinin həyətlərini su basıb. Bir çox küçələrdə, dalanlarda yığılan sular əhali üçün problemlər yaradıb. Bölgədə yağıntılı hava şəraiti isə davam etməkdədir. Akşin Nemətli, Rəhman Məlikov, Dünya TV.